Salam dostlar, vlogumuza xoş gəlmisiniz. Salam. Bugün hardayıq? Nazlı Bulaqda. Vloguma xoş gəlmisiniz. Salam. Uşaqlar məni insanlardan ayırdı. Deyir nə var ki, taksiyə minib gedərik. Son anda edilən alışveriş gibisi var mıdır? Yoxdur. Bu. Bunu götür. Nəsə də biliyor. Merhaba. Ömrü şömrü məhəbbətti, ömrü şömrü məhəbbətti, məhəbbəti yaşadarım. Orada deyim düşüverim. Sişi bir siyah köpürden monsa. Başqa bir yerə gəl. Salak olan gəzirsən, ora şeydir. Əvvəl orada bulaq axırdı. Aa, o şey bulaq yeridir. Nazlı bulaq yazı sonu görə. Demək uşaqlar bizlə birlikdə gəzməyə fil gətiriblər. İndi səbəbini soruşuruq niyə? Çünki Nuran filologdur, yəni filologiya oxuyur və bu da filologdur, filolog. Fille birlikdə Ortamın sakitçilik mənzəri şey ifadə edir. Aynen, filolog. Biraz da yeməyə gəlməsə burada kamildir. Denizdə özüm baba denizyalı görürəm. Uşağın rodu qusur. Bada. Çok kreatif. Rod kurtarma operasyonlarımız devam ediyor. Deneme yanılma yöntemleri. Dostlar qapıda qaldıq. Qapı ilişir və açılmırdı. Yəni bizim qorxu had safhada da, yəni Röya ilə qaldıq. Bir de qapını bağladım, içeride kaldık. Sabah edeceğim parmağıma. Tabii ki oda vlog edirik. Demek ilk önce. Böylesine bir aynamız var. Burada akım çekeceğim birazdan. Burada bir adet Röya var, ortak yoldaşım. Çikil kız. Burada bir adet VC'miz var. Işık yanmır, şu an çok korkuyorum çünkü telefonumuzu hareket etmeliyim. Akşam oyun oynayacaq çoxlu. Bir adet kondisnerimiz, 2 adet yataq və bir adet kreslodan ibarət. Əlbəttə ki, bir Məryəm fanatı olduğuma görə bir yerdə isə ilk nəyə baxmalıyıq? Yatağa. Təmizdir. Yes. Allah gecə yuxu tutmazlığına baxmadı. Açar götürdüm bir dənə. Açar və telefon. Gidiyoruz. Sen gördün mü bizim otaqları? Yani biz dağın başında. Ya Polma cinin otaqda. Allah bilir. Salam de. Çay. Ferhat çay təşkil et. Nə alakası? Biz tilki idarəsi olaraq İşte. Ha. Hello, günah. Yuxudan sırf tamamda bir saniye əvvəl durmuşam. Soyuqdur doğru. Evet. O da mən şey, orada vlog çəkirəm, o da mən. Zarafat eləmirəm. Mən də buradan düşməliyim. Allah qısarıq eləmirəm. Salam uşaqlar, bu insan TikTok'a düşmək istəyirdi, amma YouTube'a attım, sonra olmaz mı dedim. O qədər yoruldum ki, sizə izah edə bilmərəm də, çox yorğunum. Şura ölmək istəyirəm. Bir də mən günorta gəldim, yatdım yemək saat 5-dən 7-yə qədər 7-də yemək verəcəkdilər. Ona kimi yatdım, yoxsa dözməyəcəm. Çünki mən yemək yeməndə çox aqressiv insan oluram və yemək yoxdur. Amma yaxşı gəlmişəm. Mən səncə səhər tezdən duranda, mən yuxusuna çox düşkün insanam. Səhər tezdən duranda dedim ki, amma əyləndim. Gərək sabah başımıza nə gəlir. Sabahları səhər yeməyi vlog çək. Sizcə kim səhər tezdən yeməyə durmadı? Sabahları səhər yeməyi vlog çək. Yeməkləri bizə yaxşı çəkə bilmədim. Hay-haşır idi, amma detaylı sizə nə yiyib içdiyimi göstərdim. Niyə? Çünki bilməsəz birdən bir tərəfiniz gecə yuxularım haram olar, bilirəm uşaqlar ona görə. Nəysə, mənim sosial pilim bitdi, yatıram. Gecəniz xeyrə, sağ olun. Sizcə kim səhər tezdən yeməyə durmadı və saat 12 tərəfdə durubdu? Çox özü deyil. Nəysə. İndi uşaqlar yığışırıq. 12 tərəfdə yığışmaq. 12-də yoxlandım, 12 tərəfdə yığışır, nəysə heç. Gidiyorum. Dostlar, bugün eləyib və gözə eləmə.
Bulaq suyu uşaqlar. Bax, hər təmiz bulaq suyu. Get Yığışdıq, birazdan girəcəyik. Uşaqlar, qulaqçığımı itirdim sandım ya mən. Görməliydinizlər şeyimi. Bütün yol qulaqçıqsız qalsaydım intihar edərdim hər halda. Nəysə, heç nəyimizi itirmədən hər şeyimiz üstümüzdə. Birazdan qayıdacaq, bax, heç gedəsim yoxdur. Və yerimə uzanmışam və beni burada yalnızlıq. Amma həqiqətən, yəni bu kaosda iş güc, stres arasında çox yaxşı gəldi. Buradan tərbiyə həmkarlara çox təşəkkür edirik. Bu tərbiyə həmkarların keçirdiyi bir şeydir. Mən TikTokda falan çox sual verirlər ki, tərbiyə həmkarlar səni nəsə qazandırırmı? Niyə orada könüllü olaraq fəaliyyət göstərirsən? Çünki bəzi insanlar üçün bu könüllü fəaliyyətlər boşa vaxt itkisidir də. Amma həm burada ailə ola biləcəyin insanlar tapırsan, bunu deyəndə çox qulağa şey gəlir, fərqindəyəm. Amma həqiqətən insanlarla, buradakı insanlarla yaxın olanda artıq necə deyimsə, birinizin başına bir şey gələndə digəri qorxanda başa düşürsən ki, nəsə var da burada bir. Gəl. Nəsə var burada. Həm etkinliklər olsun, həm təcrübə mənasında olsun. Bir iş yerinə gedəndə sizə suallar verirlər. Məsələn ki, falan bacarıqlarınız varmı? Heç bir komanda idarə eləmisinizmi və s. və s. Bax, tərbiyə həmkarlar və onun kimi ittifaqlar, könüllü proqramlar, əslində qalsa tələbələrə bunu qazandırır bir yerdə. Nəsə indi hazırlaşdıq, vermişimizi yığdıq, çıxacaq birazdan. Yəni yolda görüşəcəyik zaten, yəni yenə buradayıq. Bu gördüğünüz şəxsiyyət mən 2 illik dostumdur. Bunu dünən tanıyıblar. Dünən də yox, bu günlər bir saat əvvəl tanış oldular. Görürsünüz ikisinin sık fıklığını, sanki 2 illik dostu mən deyilmişəmmişcəsinə. Mən bunu sən gözlə, qrupda mən bu videonu paylaşmayayım. Mənim adım Ülkərdəyim. Öpürəm sizi, sağ olun.